Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alâli ve sahbi ecmain əmə bəd. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Qadınlar haqqında hədislərin ikinci bölümü oxuyacağım inşallah. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Əgər qadın ərinin qazancından israf etmədən sədəqə verirsə, o savab qazanacaq və onun əri də qazancına görə savab qazanacaq. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem Allah və axirət gününə inanan müsəlman qadın üçün əlindən başqasına 3 gündən artıq yas saxlamaq icazəli deyil. Öz əri üçün qadın 4 ay 10 gün yas saxlamalıdır. Səhih Buxari. Burada 4 ay 10 gün deyiləndə yas saxlamaq kimi nəzərdə tutulmur. Sadəcə qadın 4 ay 10 gün evlənə bilməz. 4 ay 10 gündən sonra ərə gedə bilər. İddə dönəmi bitdikdən sonra. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: 4 şey xoşbəxtlikdir. Əməl salih zövcə, geniş ev, yaxşı qonşu, rahat minik. Bədbəxtlik də 4 şeydə olur: pis qonşu, pis zövcə, pis minik vasitəsi və darısqal ev. İbn Hibban. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Allah kimsə zikr edən bir dil, şükr edən bir qəlb, səbr edən bir bədən, əməl salih bir zövcə ilə rizqləndirmişsə, Allah ona dünyada və axirətdə yaxşılıq vermişdir. Tirmizi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Əməl salih bir qadının digər qadınların nümunəsi qara qarğaların içindəki ağ qarğa kimidir. Pis qadının nümunəsi isə zahiri gözəl, içi xarab olan ev kimidir. Təbərani. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: 2 zövcəsi olan və onlarla ədalətli davranmayan, zövcələrində fərq qoyan kişi qiyamət günü bir tərəfə əyilmiş halda olacaqdır. Tirmizi, Əbu Davud, İbn Məcə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadın kişinin haqqını bilsə, onun günorta və şam yeməyini hazırlamadan, bütün işlərini görmədən oturmaz. Təbərani. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Hər dəfə kişinin zövcəsi ilə əlaqədə olmasında sədəqə payı vardır. Səhih Müslim. Hənsə bint İdəm radiyallahu anhə: Atam məni öz bacısı oğlu ilə evləndirdi, lakin mən onu bəyənmədim və Peyğəmbərə şikayət etdim. Sallallahu aleyhi ve sellem mənə dedi: Atanın sənin üçün seçdiyini qəbul et. Mən dedim: Onu seçdiyini qəbul etmək istəmirəm. O sallallahu aleyhi ve sellem dedi: Onda get istədiyin şəxslə evlən. Mən dedim: Mən atamın seçdiyini qəbul etmişəm. Lakin mən istəyirdim ki, qadınlar bilsinlər ki, atanın öz övladını məcbur evləndirməyə haqqı yoxdur. Sünnə İbn Məcə. Fəthül Əlbəri. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Cənnətdə heç kim subay olmayacaqdır. Səhih Müslim. Bir qadın Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən bir şey soruşmağa gəldi və onunla sallallahu aleyhi ve sellemlə danışdıktan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu: Həyat yoldaşın varmı? Qadın dedi: Bəli. Sallallahu aleyhi ve sellem yenə soruşdu: Onunla necə davranırsan? Qadın dedi: Mən bazardığım şeylərdən başqa onun heç bir haqqını etinasız yanaşmamışam. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi: Onunla necə rəftar etdiyinə diqqət et. Çünki o sənin cənnət və cəhənnəmindir. Əhməd. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Ərindən icazəsiz oruç tutmaq, yəni nafilə oruçları qadın üçün icazəli deyil. Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Mən heyzli qadını məscidə daxil olmasına icazə verməm. Səhih Buxari, Səhih Müslim. Həfsə bint Əbdurrahman Ayşənin yanına incə, nazik üz örtü ilə daxil oldu. Ayşə onu cırdı və üzünü örtmək üçün ona qalın bir örtü verdi. Şam əhlindən bəzi qadınlar Ayşənin radiyallahu anhənin yanına gəldilər. Ayşə radiyallahu anhə onlardan soruşdu: Siz kimsiniz? Onlar dedi: Şam əhliyik. Bunu eşidən Ayşə radiyallahu anhə dedi: Sizlər hər halda
qadınları hamama girən şəhərin əhlindənsiniz? Onlar bəli cavabını verdilər. Bunu eşidən Ayşə radiyallahu anhə dedi: Bunu yaxşı bilin ki, mən Rəsulullahın belə dediyini eşitmişəm. Hər hansı bir qadın evindən başqa bir yerdə soyunarsa, hicabını çıxararsa, o Allah ilə öz arasında olan sətri, pərdəni çıxarmışdır. Tirmizi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Allah və axirət gününə inanan kimsə alt paltarsız hamama girməsin. Kim Allaha axirət gününə inanırsa, zərrat olmadan zövcəsini hamama buraxmasın. Yəni başqa bir hamama, yəni alt paltarsız deyir burada. Tirmizi rivayət etdəsi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Ən dəyərli şey Allahı davamlı zikr edən dil, Allahın nemətlərinə şükür edən qəlb, axirət qazanılmasında ərinə kömək edən salihə zövcədir. Tirmizi İbn Məcə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadınlar üçün ən yaxşı şey məscid, yəni ən yaxşı məscid onun evinin dərliyində olan yerlərdir. Əhməd. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Əgər qadın 5 vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, öz ismətini qoruyarsa və ərinə itaat edərsə, ona belə deyiləcək: Cənnətə istədiyin qapıdan daxil ola bilərsən. İbn Hibban rivayət etdəsi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadın naməhrəmlərə görsənməməlidir. Qadın çölə çıxırsa, şeytan ümidləri artar. Sünnət Tirmizi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Hər biriniz çobansınız və hər biriniz də öz sürünüzə cavabdehdir. Ölkəni idarə edən əmir çobandır və öz sürüsünə, xalqına cavabdehdir. Kişi öz ailəsinin çobanıdır, imamıdır və öz sürüsünə, ailəsinə cavabdehdir. Qadın ərinin evinin və uşaqlarının çobanıdır və onlara cavabdehdir. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Qadınlar kişilərin bənzərləridir. Sünnə Əbu Davud. Səmurə radiyallahu anhə rivayət etmişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem evlənməməyi, yəni rahibliyi qadağan etmişdir. Tirmizi, Nəsai. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Evliliyin ən xeyrlisi asan və az xərci olan evlilikdir. Əbu Davud. Ənəs ibn Malik radiyallahu anh rivayət etmişdir ki, bir qadın Peyğəmbərlə evlənmək üçün özünü təklif etdi. Ya Peyğəmbər, mənimlə evlənmək istəyirsənmi? Bunu eşidən Ənəsin qızı atasına dedi: O nə abırsız qadın olmuşdur. Ənəs qızına dedi: O qadın səndən daha yaxşıdır. O özünü Peyğəmbərə evlənmək üçün təklif etdi. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Evlənəcəyin qadına əvvəlcədən bax. Çünki bu, anlaşa bilməniz və bir-birinizi sevə bilməniz üçün şərtlərdən biridir. Sünnət Tirmizi, Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Dul qadın ilə məsləhətləşməyincə, qızdan isə razılıq almayana qədər evləndirilməzlər. Qızın razılığı isə onun susmasıdır. Sünnət Tirmizi, Səhih Müslim. Cabir ibn Abdullah radiyallahu anh: Mənim atam vəfat etdi və özündən sonra 7 və ya 9 övladı buraxdı və mənə yaşlı dul qadınla evləndim. Peyğəmbər sallallahu aleyhi ve sellem məndən soruşdu: Ey Cabir, sən evləndinmi? Mən bəli. Sallallahu aleyhi ve sellem dedi: Bakirə yoxsa yaşlı qadın? Mən cavabında yaşlı qadın dedi. Dedim. Sallallahu aleyhi ve sellem dedi: Niyə Bakirə ilə evlənmədin? Sən onunla, o da səninlə oynaşardınız. Mən dedim ki, Abdullah, mənim atam vəfat etdi və özündən sonra 7 və ya 9 evlad buraxdı. Ona görə də mən yaşlı dul qadınla evləndim ki, onlara baxsın. Bunu eşidən Peyğəmbər sallallahu aleyhi ve sellem Allah səni xoşbəxt eləsin və ya bu yaxşıdır dedi. Sünnət Tirmizi, Səhih Buxari. Səhlə bin Səd Səidi radiyallahu anh rivayət etmişdir ki, bir qadın gələrək Peyğəmbər sallallahu aleyhi ve sellemə özünü evlənməyə təklif etdi. Lakin Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən razılıq gəlmədi. Buna görə başqa bir adam dedi: Ya Peyğəmbər, o qadına ehtiyacın yoxdursa, o mənimlə evləndir. Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdu: O qadınla
mehri olaraq verəcəyin bir şey varmı? Həmin adam sadəcə bu paltarın var dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm yenə buyurdu: paltarını ona verərsən, sən paltarsız qalacaqsan. Başqa bir şey tap. Lakin həmin adam heç bir şey tapa bilmədi. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu: Qurandan əzbər surə bilirsənmi? Həmin adam filan surələri əzbər bilirəm dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: Qurandan əzbər bildiyin surələri qadına öyrət. Bundan sonra isə sizə evləndirim. Səhih Müslim. Bir nəfər Peyğəmbərin sallallahu əleyhi və səlləm yanına gəlib dedi: Mən gözəl və soylu bir qadın tapmışam, lakin uşaq doğmur. Onunla evlənə bilərmi? Peyğəmbər sallallahu əleyhi və səlləm xeyr deyə cavab verdi. Sonra həmin adam yenə gəldi. İkinci dəfə Peyğəmbər sallallahu əleyhi və səlləm ona xeyr cavab verdi. Üçüncü dəfə gələndə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: Ərlərini sevən və çox doğuran qadınlarla evlənin. Çünki mən qiyamət günü sizlərinizin çoxluğunuzla öyünəcəyəm. Sünnə Əbu Davud. İbn Abbas radiyallahu anh rivayet etmiştir. Bir gün bir nəfər Peyğəmbərin sallallahu əleyhi və səlləmin yanına gəlib dedi: Ya Peyğəmbər, mənim zövcəm ona əlini uzadan naməhrəmin əlini geri qaytarmır. Yəni zövcəsi də əlini uzadır. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: Onu boşa. Həmin adam dedi: Mən qorxuram ki, nəfsim ondan əl çəkməz. O sallallahu əleyhi və səlləm dedi: Onda ondan bir müddət faydalan. Sünnə Əbu Davud. Abdullah ibn Məsud radiyallahu anh rivayet etmişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm hüllə, yəni qadının boşandığı ərinə yenidən dönmək üçün başqa bir kişi ilə evlənməsi edən və etdirənə lənət etmişdir. Əbu Davud, Tirmizi. Bir gün bir nəfər Peyğəmbərin sallallahu əleyhi və səlləmin yanına gəlib dedi: Ya Peyğəmbər, mən axirəti qazanmaq üçün səni ilə cihada çıxmaq istəyirəm. O soruşdu sallallahu əleyhi və səlləm: Anan sağdırmı? Həmin adam bəli ya Peyğəmbər. O sallallahu əleyhi və səlləm dedi: Geri qayıt və ona xidmət elə. Çünki cənnət onun ayaqları altındadır. Sünnə İbn Məcə. Buradakı cihad fərz-ül ayn olan cihad deyil, fərz-ül kifayir olan cihad. Peyğəmbər sallallahu əleyhi və səlləm demişdir: Qadın üçün üz örtüyü bütün bu dünya və onun içindəki olan şeylərdən daha yaxşıdır. Səhih Buxari. Ayşə radiyallahu anh rivayet etmişdir ki, biz Peyğəmbərlə birlikdə ihramda olarkən atlılar bizim yanımızdan keçirdilər. Onlar bizim yanımızdan keçəndə biz cilbabı başımızdan aşağı salaraq üzümüzü örtdük. Bizdən uzaqlaşanda isə üzümüzü açardıq. Sünnə Əbu Davud. Ayşə radiyallahu anh demişdir: Bu ayə örtüklərini yaxalarının üstünə salsınlar. Nazil olandan sonra qadınlar paltarlarını bir parça kəsərək üzlərini örtdülər. Səhih Buxari. Burada örtüklərini yaxalarının üstlərinə salsınlar kimi tərcümə olunub. Yəni təkcə yaxalarını kimi tərcümə olunmur. Sözünə həmçinin qadın bütün bədənin başı, üzü, boynu, sinəsi də aiddir. Ümmü Sələmə radiyallahu anh rivayet etmişdir ki, Ey Peyğəmbər, zövcələrini, qızlarına, mömin qadınlara de ki, naməhrəm yanında çarşafları ilə örtünsünlər. Əhzab surəsi 59-cu ayə. Nazil olandan sonra ənsar qadınları çölə çıxanda başlarını qarı örtüklə elə örtmüşlər ki, elə bir başlarında qarğı oturmuşdu. Sünnə Əbu Davud. Əbu Hüreyrə radiyallahu anh rivayet edir ki, bir gün bir nəfər Peyğəmbərin sallallahu əleyhi və səlləmin yanına gəlib soruşdu: Kim mənim üzərimdə daha çox hüququ vardır? Sallallahu əleyhi və səlləm dedi: Sənin ananın. Həmin adam yenə soruşdu: Bəs sonra? O dedi: Sənin ananın. Yenə soruşdu, yenə eyni cavab aldı. Yenə soruşanda Peyğəmbər sallallahu əleyhi və səlləm bu dəfə dedi: Sənin atanın. Səhih Müslim. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur: Qadın evində qıldığı namazı, evini həyətində qıldığı namazdan daha xeyirlidir. Və onun yataq otağında qıldığı namaz evində qıldığı namazdan daha xeyirlidir. Sünnə Əbu Davud. Sünnə Tirmizi. Sad ibn Malik radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ona demişdir: Öz ailən üçün xərclədiyin hər şey üçün savab qazanırsan. Hətta öz zövcənin ağzına qoyduğun bir loxmaya görə savab qazanırsan. Səhih Müslim.